Onda başlayıram. Başla. Səsim gəlir, hər şey Gəlir, normaldır, gəlir. ümid edirəm. İndi mövzu ümumiyyətlə onkoloji tacillər idi və 3 qrupa bölmüşdülər. Lezyona bağlı təzyiq və yaxud da ki, obstruksiya, metabolik və yaxud da ki, hormonal paraneoplastik, bir də müalicəyə bağlı. Birinci mən obstruksiyon danışacağam, spinal kord daxil. Obstruksiyonda da birinci gəlir superior vena cava sindromu. Ümumiyyətlə, genel olaraq nə olduğu barəsində məlumat versək, superior vena cava bronxial sefalik venin sağ və sol birləşməsi nəticəsində əmələ gəlir və ümumiyyətlə bu sindromda da nədir? Qanın geri ürəyə qayıtmasının pozulması kimi başa düşülür və bunun nəticəsində də yəni direkt olaraq fiziologiyaya bağlı, yəni patologiyaya bağlı əlamətlər olur da, yəni ödəm və qanın daha çox yuxarı hissəsində toplanması, ekstremitələrdə toplanması və s. Və bizdə də daha çox onkologiya açısından dəyərləndiririk, amma genel olaraq tromb və yaxud da ki, tümör olaraq iki cür bölgü eləmişdir. Səbəbini tümörlərdən də əsasən kanser, yəni eyni şeydir, lenfomlar və yaxud da ki, metastatik tümörlər olur və ən çox səbəb olaraq da daha çox biz ağciyər xərçəngindən danışacağıq. Demək olar, hər bir xəstəliyin, yəni də ki, acilin səbəbi kimi biz ağciyər xərçəngini görə biləcəyik. Bu da ki, tanıdığımız, yəni kiçik ciyərli ağciyər xərçəngidir ki, 85% halda səbəb olur və ümumiyyətlə ağciyər xərçəngində belə bir şey yazmışdı ki, daha çox beyin metastazlarını görürük və cavan insanlarda səbəb olaraq lenfomanı görəcəyik. Bundan başqa məntiqi qəndə görə bilərik ki, Hodgkin lenfoması özü də əsasən mediastinal olur. Və əgər bir cavan xəstə gəlsə, mediastinumda həm klinikası uyğun gəlsə, həm də mediastinumunda kütləsini görsək, bunu iki cür diferensiyasiya eləyəcəyik. Ya deyəcəyik ki, lenfomadır və yaxud da ki, primer mediastinal gerim hüceyrəli tümördür. Bundan başqa isə təbii ki, digərlərində də daha çox görülür. Testis və yaxud da ki, meme kanserinin səbəbi kimi. Amma burada yəni az hallardadır və bundan başqa trombu biz bunun səbəbi kimi görürük və ona da daha çox yer verilir. Amma trombozun olması həm yəni ki, bir tərəfdən biz bağlayarıq ki, tümörün nəticəsi olaraq. Çünki məsələn portlar olsun, çətifokallar olsun, sentral venöz kateterlərin qoyulması və yaxud ki, semi-permanent intravaskülər kateterlərin olması müxtəlif səbəblərdən. Amma əsasən mən gördüyüm xemoterapiyadaydı. Bundan başqa isə uzun müddətli antibiotik tətbiqində və yaxud da ki, hemodializdə istifadə olunanda, yəni biz koagulyasiyanın artdığını, yəni ki, bu da direkt olaraq damarların zədələnməsi və s. nəticəsində yəni ki, superior vena cava sindromunu görəcəyik. Bundan başqa digər eynilik səbəbi kimi Behçetin ilk sindromu kimi də bunu görə bilərik. Səbəbi o da ki, trombozla əlaqəli, yəni ki, ümumiyyətlə arteriyan damarın iltihablaşmasıdır. Klinikası olaraq da bayaq dediyimiz kimi boyunda şişkinlik, yuxarı ekstremitelərdə ödem, dispnoya, öskürək, dilatasyon, chest vein kolateralları, sinkop və s. Və ümumiyyətlə dedik ki, üzdə və s. şişkinlik olur. Bu şişkinlik də daha çox göz altlarında olduğu qeyd olunmuşdu. Önə əyilmə və yaxud da yatma simptomu görülür. Ciddi hallarda toz, qlossal ödəm və yaxud ki, laringeal ödəm olur. Bir də ki, obtundasyon ilk dəfə görürdüm. Hastanın uyarı ilə dahi aşırı şəkildə uykulu göründüyü, kəndi halinə bırakınca uyuduğu tablodur. Yəni, universitetimiz və yaxud ki, tibb tələbələri olaraq bizə çox dolma gəlirmədi bu. Nəysə. Serebral və ya laringeal ödəm də görülür bunlarda, amma yəni artıq serebral və yaxud da ki, laringeal ödəmin olması özü acil bir haldır, ciddi bir haldır. Yəni ki, artıq ağırlaşma kimi göstərilir. Belə xəstələrdə əsasən tutmalar görülə bilər, amma az hallarda görülür. Bu da direkt olaraq beyin metastazlarına bağlı olur. Və auskultasiyada pozanı dəyişəndə yaxşılaşma ola bilir. Bu xəstələrdə bundan başqa ağciyər çatışmazlığı və kardiyak arresti görə bilərik.
Bundan başqa tıxanma azigos vendə olarsa və yaxud ki, onun yaxınlığında olarsa belə deyim, bu zaman qida borusunun üst üçdə birində varislər, yəni ki, genişlənmə görəcəyik damarlarda, amma artıq bütün venalar tutularsa, yəni massiv bir hal alarsa bu zaman isə yemək borusu boyu biz bu varisləri görəcəyik. Xronik halda isə artıq direkt olaraq varisin ağırlaşması kimi qanama görəcəyik. Və iki tərəfli və yaxud da ki, iki tərəfli məmə ödəmi və yaxud ki, bir tərəfli məmə ödəmi görülə bilər bunlarda. Aksilər və ya da subklavikulyar venin tıxanması bir tərəfli məmə ödəmi verir. Təbii ki, belə xəstələri rentgen eləyəcəyik. Yəni ilk ağlımıza gələn bu olur. Bu zaman mediastinal genişlənmə görəcəyik. 25% hallarda sağ tərəfdə plevral efüzyon görə bilərik, eksudativ. Bundan başqa, yəni təbii ki, CT eləyirik və onun spesifikliyi 96 yəni ki, faizdir və daha çox belə deyim ki, anatomik cəhətdən və yəni ki, klassifikasiya eləmək üçün MRT-dən istifadə olunur. Bundan başqa bronxoskopi, torikotomi, mediastenoskopi, perkutan iynə biopsiyası da oluna bilir və belə deyim ki, xarici saytlarda və s. səbəb kimi bronxial karsinom da göstərmişdi. Səhv eləmirəmsə. Düz dedim. Bundan başqa endobronxial və də ezofagal USM də olunur. Müalicə olaraq da əgər xəstədə artıq ağciyər çatışmazlığı görürüksə, məntiqi ikən də təcili əməliyyat eləyirik. Diuretiklər eləyirik, təyin eləyirik. Bundan başqa radioterapiya, xemoterapiya eləyirik və stent qoyuruq. Bu zaman stent qoyduğumuz anda ani ürək döyüntüsünün artışı və ya yəni ki, ödəmin artığını da görə bilərik və bayaq da qeyd etdiyim kimi, orada da qeyd etmişdik ki, əgər tromba bağlıdırsa və yaxud da ki, mərkəzi venöz kateterə bağlıdırsa, o zaman mərkəzi venöz kateterin çıxarılması və uyğun olaraq, məsəl üçün, infeksiya varsa və yaxud da ki, antibiotik ehtiyac varsa və s. ona uyğun təyin olunur. Bundan başqa, xarici, yəni ki, saytlarda və s. ayrıcı olaraq bypass grafting də vermişdi ki, onlardan biri də Dapton graftdır. Belə xəstələrdə obstruksiyanın, yəni ki, yan keçmək üçün istifadə olunur. Digər bir acil olaraq da perikardial efüzyon tamponadı görürük. Ümumiyyətlə, perikardial tamponada, yəni ki, özü nədir? Perikard boşluğunda mayenin toplanmasıdır. Bu da ki, müxtəlif səbəblərdən yaranır. Yəni, mənə deyilsə, ilk ağlıma tümör gəlməz və belə baxanda infeksiya əsas səbəbi göstərilir, tuberkuloz daha çox yəni ki, səbəbi kimi qeyd olunur. Amma təbii ki, biz onkoloji cəhətdən baxırıqsa, bu zaman ağciyər, memə kanseri, lösemi, bir də limfomlarda görülmə ehtimalının çox olduğunu qeyd edə bilərik. Ekstratorasik malignlərdə isə bu daha azdır ehtimalı belə bir şeyin. Və bu əsasən efüzyon daha çox radiasyon terapiyaya bağlı olur. Elə radiasyon dərmana bağlı perikardit, hipotiroidit, idiopatik perikardit və yaxud ki, immun infeksiyaların özləri törədir və əgər xəstədə yəni direkt olaraq radioterapiya alıbsa, iki tipdə olur. Radioterapiyadan dərhal sonra yaranır və özü zamanla keçə bilir. Və yaxud ki, ikinci halda bu xəstə haçansa ağciyər və yaxud ki, yəni torasik olaraq bir şey keçirdib, tümör keçirdib, kanser keçirdib və radioterapiya alıb 20 ildən sonra yəni ki, ortaya çıxa bilər. Xronik halda olur, amma bu yəni ki, əgər 20 ildən sonra yaranıbsa, artıq xronikdir. Və əlamət olaraq daha çox hallarda asimptomatikdir. Dispnoya, öskürək, sinə ağrısı, ortopnoya, çəki itkisi görürük bu xəstələrdə. Ən çox sinus taxikardiyası, yugular venada durğunluq, hepatomegaliya, periferik ödəm, stenoz görə bilirik.
Və, yəni ki, maqnitliyə nəzərən nadir olur, amma paradoksal nəbz görürük. Yəni ki, o da yəni ki, nəzəridir, yəni ki, spesifik klinik əlamət deyil. Yəni əslində, yəni perikarditdə ürək səslərinin ikiarlaşması məntiqlə perikardial effüzyonda görəcəyik. Pulsus alternans, sürtünmə küyünə eşidəcəyik və paradoksal nəbz ola bilər. Və bu xəstələrdə əsasən rentgen eləyirik və ürəyin konturlarını müəyyənləşdiririk, EKG çəkirik və belə xəstələrdə yəni ki, düşünülə bilər ki, hə, götürüb perikardiyosintez idi deyəsən, mayeəsini çıxardaq və onun tərkibini araşdıraq. Amma əgər biz düşünürük ki, bu xəstə haçansa, yəni ki, kanserə bağlı perikardial effüzyon inkişaf edib bunlarda, onda Harrison qeyd etmişdi ki, bu biraz mənasızdır burada. Yəni ki, perikardial mayedə mayeqin göstəricilərini araşdırmaq və sadəcə bu perikardial mayenin tərzini, yəni ki, xarakterini müəyyənləşdirmək üçün biz eləyə bilərik bunu. Seroz hemorragik, bir də serioangianoz olur. Tanı üçün istifadə edirik. Və ən yaxşı üsul isə biz nə edirik? Histoloji, perikardial, epikardial biopsi götürürük. Sonra da yönləndirilmiş perikardioskopiya eləyirik və bu xəstələrdə yəni müəyyənləşdirmə üçün katet eləyə bilirik və bu xəstələrdə 7 həftəyə qədər yəni ki, sağ qalma müəyyənləşdirilir. Bayaq da qeyd etdiyim kimi perikardiyosintez eləyirik. Zaten əgər tamponada və s. varsa, vəziyyətin daha da yaxşılaşdırılmasına səbəb olacaq. Və ümumiyyətlə də keçdiyimiz, yəni ki, bildiyimiz kimi perikard tamamilə soyulur və ya da ki, yəni ki, pəncərə açılır. Və buna əgər maliqnə bağlıdırsa, sistemik xemioterapiya eləyirik və yaxud da ki, kardiyak radiasiyon veririk. Və bu halda əgər maliqnə bağlıdırsa, 60% hallarda yenidən təkrarlanacaq və paradoksal olaraq beslənə bilər, pisləşə bilər. Əgər post-opi halında düşük kalp debisi sindromu görürük və nəticədə isə belə xəstələr şoka girirlər. Və burada da link qoymuşam. Yəni ki, çox qəşəng kalp debisi haqqında slayd idi. Hər şeyini qeyd eləmişdi və yəni ki, istəyən maraqlanan gedib baxa bilər. Daha sonraki acil olaraq da urinary obstruksiyalar idi məndə. Bunlar da əsasən prostatik və ya ginekoloji kanserdən, servik karsinomundan, meme, midə, ağciyər, kolon, pankreas, limfom metastazlarından sonra ola bilər. Urinar obstruksiya deyəndə nə nəzərdə tuturuq? Ümumiyyətlə, urinar traktın hər hansısa bir yerində baş verən obstruksiyadır, hansı ki, sidik əmələ gəlmə prosesinin bilavasitə və yaxud ki, xaric olmasını pozur. Və yəni ki, əsasən Harrisonda sadəcə deyib keçmişdi. Bunların hər hansısa bir, yəni ki, dərinliklərinə keçid eləməmişdi. Və ümumiyyətlə pelvik hissədə əmələ gələn tumorlarda qeyd olunmuşdu ki, radioterapiya icra olunduqdan sonra belə fibroz və yaxud ki, obstruksiyalar əmələ gəlir. Prostat və servik kanseri, sidik hissəsinin obstruksiyası, bilateral hidronefroz və renal çatışmazlıq törədir. Əsas klinik əlaməti ilkin olaraq bel ağrılarıdır, yəni yanlarda olan ağrılar olaraq vermişdim. Və bu xəstələrdə proteinuriya, hematuriya, ümumiyyətlə sidik kanal yollarının infeksiyalarını görə bilərdik. Bundan başqa anuriya, poliuriya, serum kreatinin yüksəlməsi görülür. Təbii ki, obstruksiyanın harda olmasının çox şey asılıdır. Bundan başqa, yəni ki, təbii ki, UZI ilə və KT ilə yəni ki, dəqiqləşdirəcəyik obstruksiyasının növünü və gələcək addımlarımızı. Və belə xəstələrdə əsasən stent qoyulur və perkutan nefrostomi edilir. Buna yəni ki, alternativ olaraq drenaj qoyulur. Yəni ki, burada şəkildə də göstərmişəm. Mənim özümə də rast gəlmişdi. Bəzi xəstələrdə və yaxud ki, daha yəni ki, uzun müddətli əgər xəstəxanada yatırsa xəstə, onda direkt olaraq suprapubik sistostomiya olunur. Səhv eləmirəmsə oydu. Yəni işi daha da rahatlaşdırmaq üçün. Necə?
Aha, aha. Hə, yığılanı sadəcə ora qoyurlar və yaxud ki, kravatın kənarına da asa bilirlər. Düzü mən də ilk dəfə yapışdırılanı görürəm, amma yəni var imiş. Və infeksiya riskini artırır bu. Bir də ki, çıxardandan sonra onun xüsusi cihazı var, yəni taxmaq üçün, belə birbaşa olaraq deşib içəri salmaq üçün. Əgər xəstədə, məsələn, bizdəki xəstədə şey idi, uje xronik idi və, fiks olaraq, yəni uzun müddət davam eləyirdi bu. Ona görə də bizdə, həkim dedi ki, şey, mən elə belə də salaram onu, onsuz da ki, yapışıb, peritona həmin o deşik. Yəni saldı, amma təbii ki, sonra infeksiyalaşdı həmin yer. Böyük ehtimalla onu tikməli idimi, neyləməli idimi, bir dənə də yeri başqa yerdən mi açmalı idi? Orasını tuta bilmədim. Belə. Daha sonra, intestinal obstruksiyalara keçid eləyirəm. Ən çox, kolon, kolorektal və yaxud ki, over karsinomlarında, biz rast gəlirik. Yəni, olur, və yəni ki, intestinumunda, yəni bütün bağırsaqların, yəni ki, hər birinin, ayrı-ayrılıqda obstruksiya əsasında diferensiyasiya olunur, amma biz, yəni ki, dərinliyinə getmirik. Çünki girsəm çıxa bilməyəcəm. Ağciyər, memə, melanom kanserlərinin ümumiyyətlə metastazlarında, peritoneal, karsinomatozilərdə, bu da əsasən, omentum və yaxud da ki, peritonun, infiltrasiyasına bağlı olur. Və bu xəstələrdə bağırsağın peristaltikası zəifləyir, durğunluq meydana çıxır. Bunun da səbəbi olaraq bağırsaq əzələlərinin infiltrasiyası, əzələnin normal yığılma qabiliyyətinin pozulması və yaxud da ki, pleksuslarda baş verən, tümörləri göstərmək olar, kiçik ciyər karsinomu, paraneoplastik neyropatiyaya bağlı olduğu qeyd olunmuşdur. Əsas simptomu, təbii ki, ağrıdır və əsasən batıcı kolik tərzdə olur bu xəstələrdə ağrı. Və, ağrı həmçinin, distansiyon gərilimə bağlı da ola bilər. O qədər yığılır ki, çox gərgin olur. Tümör və yaxud da ki, hepatomeqaliyaya bağlı da ola bilər. Timpanizm görürük. Qarında havaya və yaxud da ki, qaza bağlı çox böyük şişkinlik, abdominal distansiyon, asit, peristaltika, hərəkət, səslər və yaxud da ki, tumor və yaxud məsələn belə xəstələrdə, səslərin zəifləməsini də görə bilərik qulaq asdıqda. Rentgendə biz görürük, maye hava səviyyəsinin və yaxud ki, elə katetrdə maye hava səviyyəsinin, görə bilərik və, burdakı bir şey olsun, məndən incilər olsun. Belə bir qanun var idi, 3-6-9-12. Nazik bağırsaqda small bowel-də diametr ümumiyyətlə 3 sm-ə qədər olur, ondan kiçik olur. Amma əgər 6 sm-dən böyüksə, bu cırılma riskini artırır. Large bowel-də isə 6 sm-dən kiçik olmalıdır və 9-dan böyük olarsa, burada da cırılma riski artıq olur. Amma Harrison təkcə çekumu qeyd eləmişdi ki, çekum çox geniş olarsa direkt acil əməliyyatdır və bu göstərdiyim halların hər birində əməliyyata göstərişdir. Çekum da normalda 9 sm-dən kiçik olmalıdır, amma 12 sm-dən böyük olarsa isə artıq ruptur riskini artırır. Və ümumiyyətlə, müalicə olaraq, yəni ki, cərrahi olaraq təbii ki, dəyərləndirməlidir. Bir dəqiqə. İlk olaraq cərrahi olaraq dəyərləndirməlidir. Hər bir halda, yəni ki, təbii ki, biz həmin obstruksiya qismini kəsib götürə bilərik. Amma təbii ki, burada anastomozun tutub-tutmaması və yaxud da ki, xəstənin daha sonrakı vəziyyəti çox önəmlidir. Yəni ki, əgər yəni göstəriş varsa, yəni ona uyğun olaraq əməliyyat olunacaq. Və laparoskopi əslində hə, prosta mən bunu biraz keçən dəfə onkologiyada müəllimdən də biraz dirəşdim. Çünki mən gördüyüm çox əməliyyatda məsəl üçün tutalım əməliyyat olunur, pankreas xərçənginə bağlı. Təbii ki, mənə də məntiqlidir ki, ilk olaraq laparoskopi eləyək,
baxaq ki, nə var, nə yoxdur. Yəni ki, həmçinin biopsini də transkutan eləyək. Yəni ki, baxaq varmı, yoxmu? Amma çox yerdə mən görmüşəm ki, direkt olaraq laparotomiya eləyib baxırlar və birbaşa olaraq da şey eləyirlər. Elə əməliyyat vaxtı biopsi götürürlər. Sonra da deyirlər ki, operabil deyil. Bu mənim özümə də biraz maraqlı gəlmişdi. Və təbii ki, vəziyyətdən asılı olaraq necə? Səsim gəlir? Tamamladım deyə bilərsən. Düzü məsələn, mən öz yay praktikamdan deyim ki, 2 fərqli xəstəxanada, 2 fərqli, belə deyim, finansal durumda xəstəxana idi və hər ikisi 2 halda da laparotomiya eləmişdi, eləyirdi, belə deyim. Aha, Almaniyada. Yəni mənə də əslində o gəldi. Sadəcə mən soruşanda da mənə demişdilər ki, laparatomi daha yəni daha rahatdır bizə. Yəni xəstəni düşünmürlər. Amma öz işini asanlaşdırmış olur, amma belə baxanda da əslində xəstə əgər, operabel olmasa, zatən metastazı var, zatən öləcək. Yəni onun şeyi yoxdur, fərqi yoxdur belə baxanda. Hə, orası daha məntiqlidir. Cəhdən düşünməmişdim amma. Daha sonra, stent idi. Yəni stent qoyurlar, amma, uzunmüddətli seçim deyil, belə deyim və PEG qastrotomi tüpü yazmışdı. Əslində isə bizim bildiyimiz, hamının bildiyi PEG-dir, perikutan endoskopik qastrotomi. Bu da məsələn, yəni ki, əməliyyatdan sonra falan, yəni icra oluna bilir. Və bu xəstələrdə, qlükokortikoid verilir ki, ödemin və infiltrasiyanın qarşısı alınsın. Yəni ki, direkt olaraq ilkin göstəriş idi, səhv eləmirəmsə. Malign biliar obstruksiyon, bu da əsasən pankreas, fantomemetik, səhv etmirəmsə, qaraciyər və yaxud da ki, ilkin olaraq da ola bilər və metastaz kimi aciyər, eyniləmimi, qastrik və kolon qeyd eləmişdi. Ağrı ola da bilər və ikincili sekundar infeksiyanın antes əlaməti kimi özünü göstərə bilər. Və bu xəstələrdə sarılıq, açıq nəcis, rəng olaraq koyu idrar, qaşıntı ola bilər, malabsorpsiyaya bağlı çəki itkisi ola bilər. Bu göstərdiyim hallarda zatən direkt olaraq əməliyyat və rezeksiyaya göstərişdir. Amma digər hallarda stent qoyula bilər və radioterapiya olunur. Amma yəni ki, əgər bu hallar yoxdursa, bu xəstələrdə ilkin olaraq tutalım, check-up'a gəldi. Check-up'da müəyyənləşdirdi ki, hə, kansərdir bu. Onda radioterapiyaya göndəriləcək və yaxud ki, stent qoyulacaq. Amma inanmıram ki, belə xəstələrdə Azərbaycanda stent qoyulsun. Yəni ki, bizimkilər üçün daha rahatdır kəsib götürülsün. Çünki məsəl üçün mən Almaniyada gördüyüm xəstələrin çoxusu, yəni ki, tarixçələrinə baxanda görürdüm ki, ilk olaraq stent olunub, daha sonra əməliyyat alınıb. Amma bizim müəllimlərdə və sairədə gördüm. Gələn kimi deyirdilər, hə, davay sənə əməliyyat alırıq. Yaxşı da pul götürürdülər bundan. Yəni ki, biznes tərəfdən də düşünə bilərik. Daha sonra sonuncu olaraq da spinal cord. Spinal korda təzyiq. Spinal korda təzyiq deyəndə nə nəzərdə tuturuq? Müəyyən səbəblərdən, ən çox da sümük tümörlərindən və yaxud da ki, metastaz da ola bilər. Spinal korda uyğanılan təzyiqdir.
İlk səbəb də ola bilər və yaxud ki, ağciyər daha çox metastazının nəticəsi kimi də ola bilər. Yenidən dediyimiz kimi bu hissəsini yadınızda saxlayın. Ağciyər, meme, bir də prostat metastazı daha çox səbəb olur. Melanom, limfom, renal və yaxud da ki, geniçə üriner ola bilir. Ekstradural tümörlər əsasən aksonlarda bir də yerində mexaniki zədə qoyur. Və ümumiyyətlə belə baxanda 3 yerdə görürük. Təbii ki, torasik, lumbosakral və servikal. Ən çox da torasikallarda görürük. Torasikdə də ağrılarda bilateral olduğu qeyd olunmuşdur. Və klinikasında təbii ki, bel ağrıları gələcək, nevroloji əlamətlər olmur, lakin səbəbsiz görülən ağrılar olur və yaxud ki, direkt nevroloji əlamətlər də ola bilər. Buna uyğun olaraq müalicə taktikası təbii ki, dəyişəcək. Disk ağrısından fərqli olaraq xəstə supin pozisiyada olanda artır ağrıları. Supində burada qeyd etmişdim, yəni ki, düz uzanlıq vəziyyətdə. Erkən bulğu olaraq lermitedi. Bu da ki nədir? İnsan başını önə əyəndə direkt olaraq ön ətraflarda və yaxud yox, ön ətraflarda da ola bildiyi qeyd olmuşdur. Gizilti və yaxud ki, ağrı hissinin artdığı olur. Bağırsaq və yaxud da işidik hissəsində, yəni ki, kontrolunu itirməsi və yaxud da ki, ataksiya da olur. Belə bir video qoydum, ondan danışırdı. Açacaqmı görəsən? Onu bilmirəm necə düzəldim. Əgər gəlmirsə. Yəni əslində dediyimdir, sadəcə biraz genişdir. Yəni biraz istəsəz slaytda qulaq asarsınız. O zaman keçim. Və bu xəstələrdə belə deyim, perkusiya nəticəsində yəni ki, ağrı tetiklənir. Ətraflarda parazitlər görürük, iynəni hiss etmir, amma bunlarda aktiv dərin vətər refleksləri qalmış olur. Duyğu əsasən təzyiq olan yerdə 2 fəqərə aşağıda olur. Gücsüzlük, spastiklik görülür bunlarda. Ekstrasensor plantar refleks, yəni Babinskini görə bilərik bu xəstələrdə və bulk cavernous refleks görülür. Və diferensial diaqnostikasını orada qeyd eləmişdik, qeyd elədim, amma dərinə enməmişdi. Yəni ki, keçirəm. Və ümumiyyətlə bu xəstələrdə Cauda equina sindromu olur. Cauda equina nədir? Horsetail dediyimiz sindromdur. Yəni ki, horsetaildə olan nervlərdə, yəni ki, sıxılması nəticəsində ümumiyyətlə ağrının olmasıdır. Yox, lumbar və sakral nahiyədə olanda horsetail hissəsinə qədər ağrı sindromunun müəyyənləşməsi. Nəsə belə bir ad yazırdı. Amma əlamətləri eyni, yəni ki, dediyimiz kimi kord təzyiq əlamətləri ilə eynidir. Və yəni demək olar eynidir. Və bayaq da dediyim kimi ilk olaraq deksametazon verilir. Səbəbi isə ödemin aradan qaldırılmasıdır ki, yəni ki, ora olunan təzyiqin biraz azaldılması və ağrının müəyyən miqdarda da olsun azaldılmasıdır. Təbii ki, MRT, gadolinium kontrastının MRT ilk olaraq qızıl standartdır və KT də olur. KT mielografi alternativ olaraq da istifadə olunur. Burada da tək səbəb kimi biz tümör götürə bilmərik. Həmçinin, məsəl üçün, fəqər arası diskin yırtılması nəticəsində direkt olaraq spinal kordun sıxılması da göstəricidir və bunun nəticəsində CT bizə çox göstərici, yəni ki, əsas göstəricilərindən biridir CT. Burada klassifikasiyanı və s. görə bilirik. Və məsəl üçün biz əgər burada epidural metastaz görsək, direkt olaraq bizim müalicə taktikamız dəyişəcək və belə bir şey də yazmışdı ki, sümük metastazı varsa bir xəstədə bu həmişə spinal kord basısı verməz.
Əgər bu xəstələrdə ilk olaraq kanser olmayıbsa, hər hansı bir kanser tanısı qoyulmayıbsa belə xəstələrdə, o zaman rentgen toraks olunur, kati abdomen. Bayaq da qeyd etmişdiyim kimi ən çox nələrin metastazıdır? Ağciyər, testis, bir də meme. O zaman görə mamoqrafiya, prostat spesifik antigenlər yoxlanılır və rentgende də absent pedikılın yoxluğunu görə bilərik. Bu da əsas ilkin göstəricilərdən biri olaraq qeyd eləmişdi bunu. Müalicə olaraq da belə xəstələrdə radioterapiya olunur və təbii ki, qlikokortikoidlər verilir və bunlar da NOMS üzrə neurolojik, onkolojik, mexanik bir də sistemik olaraq bütün açılardan dəyərləndirilir və daha sonra müalicəyə keçid olunur. Və təbii ki, cərrahi daha məntiqi gəlir bizə, amma elə кейslər olur ki, cərrahi rezistent olmuş olurlar və bu zamanda biz başvururuq radioterapiyaya. Burada əslində göstərilib və burada da guideline-dır. Çox detallı şəkildə hər bir yerdən qeyd eləmişdi. Amma mən o qədər dərinə enmək istəmədim. Bizə təbii ki, maraqlıdır ki, bizim neyrologik sindromumuz var, yoxdur. Varsa qlikokortikoidlərdən istifadə edirik, yoxsa radioterapiya, xemoterapiya icra olunur. Spinal ümumiyyətlə stabilliyi müəyyənləşdiririk. Stabildir, stabil deyil. Stabildirsə radioterapiya, instabildirsə təbii ki, bizə lazımdır ki, onu bərpa eləyək. Fraqmentləri daha sonra isə yenidən radioterapiyaya keçid eləyək. Yəni bu qədər. Çox sağ olun Nigar. Əllərinə sağlıq Nigar. Çox sağ olun. Sualınız var mı? Buyurun.